Türkiye ve Azerbaycan Amerika ve İsrail koalisiyasıyla İran'ın karşı durmasında çok doğru mövqe tutur. Biz bu meselelere karışmırıq. İran'ın daxili işlerine müdaxilə etmirik. Ama Qəzza zolağında Netanyahu hakimiyyətinin törətdiyi cinayetlərə də göz yummuruq. Çünkü orada sen 65 bin insanı qətlə yetirdin. Ama oradaki münaqişədə İran'ın barmağı çömkəsi var mı? Mütləq. Həması kim silahlandırır? İran. Kim maliyyələşdirir? İran. İran deyir ki, İran rejimi şiəlik sünniliyə bölüb Müslüman İslam dünyasını, bunun üstündə rəsmi dövlət ideolojisi qurubdur. Sən əsl müsəlmansansa, bizim Allahımız tək, Peyğəmbərimiz bir, kitabımız bir, niyə sən İslamı, niyə müsəlmanları sən bölürsən şiələrə, sünnilərə, ələvilərə, bilmirəm kimlərə? Əsl müsəlman öz dinin bölməli deyil. Amma sən bununla məşğul olub özünə İslam dövləti deyirsən. Özünə İslam dövləti deyib, tamam, Fələstiniləri onda niyə müdafiə edirsən? Burada sənin burnunun ucunda, əgər söhbət şiəlikdən gedirsə ki, mən qəti şəkildə İslamın bölünməsinin tərəfdarı deyiləm, bu olduqca yanlışdır. Bu Peyğəmbərimizə, Allahımıza, kitabımıza xilaf çıxmaqdır. Bəli. Amma tamam, sənin məntiqi ilə yanaşaq, İranın məntiqi ilə yanaşaq. Buradan sən Azərbaycanın torpaqları, Şiə qardaşların torpaqları işğal olanda sən işğalçının yanında mövqe tutdun. Azərbaycanın deyil, Ermənistanın və Rusiyanın yanında yer aldın. Amma buradan basıb gedirsən Fələstinə, Fələstinlər sünnidirlər, böyük bir hissəsi də xristiyandılar. Sənin buradan Fələstinin haqqını qorumağa dedirsən, tamam, anladıq. Fələstini təkcə sən müdafiə etmirsən ki, Fransada da, Almanyada da, Amerikada da Fələstini milyonlarla insan müdafiə edir. Amma sən burada Azərbaycanı niyə müdafiə etmirdin? Burnunun ucunda bizi əzirdilər. Məscidlərimizi donuzxanaya çevirib bizim dinimizi, bizim müqəddəs ocaqları təhqir edirdilər. Qəbirlərimizi güllələyib buldozerlərlə məzarlıqlarımızı dağıdırdılar. Sən də nəinki ağzına su alıb durmuşdun, onların yanında yer almışdın. Bizim Doğma Qarabağın ərazisində minlərlə dini ocaqlar dağıdıldı. Dini, tarixi, mədəni abidələrimiz yerinə yeksan edildi. 965 yaşayış məntəqəmiz dağıldı. 1 milyon insan didərgin, qaçqın vəziyyətinə salındı, sən dinmədin. Ona görə sənin İslamla danışman səmimi qəbul edilmir. Ən azı İslamı azmaz öyrənən, müsəlmanlığı mahiyyətin bilən, Peyğəmbərimizin, Allahımızın bizə verdiyi, göstərdiyi o yolla getməyə çalışan insanlar anlayırlar ki, sənin tamam Fələstinin ərazisində Həması silahlandırman bu Fələstin xalqının gələcəyinə hesablanmış məsələ deyil. Bu sənin öz molla inqilabını ixrac etmək üçün seçdiyi vasitədir ki, proksi qüvvələrin vasitəsilə sən həm İslam dünyasında öz təsirlərini artırasan, həm də öz hakimiyyətini qorumaq üçün müqaviməti başqa ölkələrin ərazisinə köçürəsən. Bəlkə Husilər əsl müsəlmanlardılar. Sən Husilərə 150-200 min raket vermişsən. Onlar da Fələstində həmin bölgədə rahatçılıq olmaması üçün İsraillə vuruşurlar. Bəlkə Livan ərazisində olan Hizbullah ki, bugün şərt kimi qoyur ki, Hizbullah'a siz zərbə vurmamalısınız. Hizbullahın bütün rəhbərləri erməni separatçılarının insanlıq əleyhində cinayətlər törətmiş Köçəryanın, Sərkisyanın yanında yer almışdılar. Azərbaycanın əraziləri yağmalanıb vəhşicəsinə dağıdılanda 1-ci Qarabağ müharibəsi dövründə Hizbullahın İrəvandakı bankı və Livan ərazisindəki bankları Azərbaycandan daşınan hər gün milyonlarla dolları yumaqla məşğul edilər. Bəlkə Hizbullah İslama xidmət eləyir. Siz insanları çaşdırıb, gətirib çıxartmışsınız o hala ki, Türkiyədə nə üçün
fikir ayrılığı var. Fikir ayrılığı değil, fikir rengarenkliği başkadır. Fikir müxtəlifliği təbiidir. Ama bir de meselenin bir mayası var. Meselenin bir nüvesi var axı. Bu meselenin bir felsefesi var. Türkiye, Amerika Birleşmiş Ştatları yakın şərqi öz nəzarətinə bırakmak fikrində değil. Bu bir mənalı şekilde bu cürdür. Ama orada 400 milyon Müslüman yaşayır. Ve yakın şərqə Amerika Birleşmiş Ştatları İsrail kimi proksi qüvvəyə nəzarət edir. Ərəbləri bir araya gelmeye koymurlar. Ərəblər zaten bir araya gelmək fikrində deyirlər. Ərəblər böyük əksəriyyəti qəbilə dövlətləridir. Ne yazıqlar ki, bu 420 milyon ərəb də bir araya gelmək istəmir. Ama eninde sonunda bunlar İsrail'in varlığı ile barışıblar. Amerika Birleşmiş Ştatları ile müttefiktiler. Amerika'nın iqtisadiyyatına trilyonlarla dolar vesayet koydular. Amerika'da onlara en müasir teknoloji xətlər satır, texnologiyalar verir, silah verir. Yaxın şərqdə baxanda 3 ciddi oyuncu var. İsrail, Türkiye, İran. Türkiye istəyərmi ki, İran parçalansın, əzilsin ve İranın ərazisində proqnozlaşdırılması mümkün olmayan prosesler başlasın. Çünkü diktatora rejimləri xalqları birbirine düşman edirlər. Necə ki, Sovet İttifaqı dağılan ərəfədə, Sovet İttifaqı, Moskva bütün önceden evvel bu hadisələrdən evvel bastırdığı separatçı minaları işe saldı. İran'ın da Molla rejimi milletlerin arasında elə bir düşmənçilik həddi yaradıbdır ki, orada dağılma prosesi başlasa illerle orada da daxildə vətəndaş müharibəsi gedəcəkdir. Azerbaycan Türkləri ilə Farslar arasında, Farslarla Ərəblər arasında, yani bu proses kaçılmaz olacaktır. Çünkü bu prosesin fitili Mollalar 1979 ildə İran'ın Şah rejimi adlandırılan o Rus kazaklarına at saxlamış Pəhləvi rejimi də 1925-ci ildən 79-cu ilə qədər o fitili duyublar. Türkiye bunu istəyərmi? Azerbaycan istəyərmi? İstəməz. İran'ın daxilində 90 milyonluq xalq özü qərar verərsə, federativ dövlət olsunlar veya unitar dövlət olsunlar, sivil, mədəni, müasir dövlət olsunlar, Azerbaycan kimi, Türkiye kimi, əlbəttə biz müsəlmanıq, bizim dinimiz yerində, əqlimiz, əqidəmiz yerində, ama biz dünyəvi dövlət qururuq, din dövlətdən ayrıdır, dövlət dinin işlərinə qarışmır, dini strukturlar siyasətlə məşğul olmurlar, ama Molla rejimi belə bir karmakarışık bir şey düzeldiptir ve istəyir də ki, bütün dünya onun Fələstində tuttuğu mövqeyi, Yemen'de tuttuğu mövqeyi, Livan'da tuttuğu mövqeyi müdafiə etsin. Neye biz əsaslanaq müdafiə edək? Türkiye'nin öz dövlət maraqları var. Türkiye ile Yahudi dünyasının arasında hiçbir problem olmayıbdır. Bu problemi salan Yahudi xalqı değil, Netanyahu hakimiyyətidir. Türkiye ile Azerbaycanın arasında narazılıq salmaq istəyən Latin xalqının məşhur bir misalı var. Axtar kimə sərfəlidir. Türkiye ile Azerbaycan arasında kimlərdir maraqlı olan gərginlik yaransın? Ermənilər, dünya erməniliyi, Erməni kilsəsi, Fars rejimi, İran mollaları ve Kreml hakimiyyəti. Bunlar üçü de gece gündüz Azerbaycanla Türkiye'nin arasında gərginlik yaratmaq üçün ilan kimi qabıqdan çıxırlar. Ama bizimle Türkiye'nin arasında bir gerginliği yaratmak mümkündür mü? Değil. Çünkü bizim müttefikliyimiz, kardeşliğimiz hesabatla, kalkülyatorla, bilgisayarla değil. Bizi Allah kardeş yaratıptır. Ve en önemlisi ve maraklısı odur ki Azerbaycanla Türkiye'nin bütün marakları %100 üst üste düşür. Ve ne kadar çalışsalar da ki mesela Türkiye'de inançlı insanlar bir mənalı şekilde istəyirlər ki Türkiye devleti anti-İsrail siyaseti yürütsün. Bu yanlış meseledir, bu yanlış yanaşmadır. Türkiye, ister müasir Türkiye, ister Osmanlı Türkiye'si min illerle Yahudileri müdafaa edipler. 1492. yıl İspanya'dan kütlevi şekilde Yahudileri ağır şartlar altında kovmağa karar verəndə ki siz ya Hristiyanlığı qəbul etməlisiniz ya İspanya'nı terk eləməlisiniz. Kim qəbul etdi onları? Osmanlı Türkiyəsi 600 bin Yahudini qəbul elədi.
Birinci Dünya Müharibəsində ermənilər kütləvi şəkildə Yahudiləri Osmanlının arasında qırırdılar. Kim xilas elədi? Türklər, qardaş Türklər, Anadolu qardaşlarımız. İkinci Dünya Müharibəsində Türk diplomatları Şərqi Avropa dövlətlərinin ərazisində yaşayan, Osmanlıdan köçüb getmiş hər bir Yahudinin həyatı xilas etmək üçün canlarını oda atırdılar. Azərbaycan Türkləri ilə Yahudilərin arasında 1000 illik dostluq və səmimi münasibət var. 330 il Xəzər dənizi ilə Qara dənizin arasındakı Xəzər xaqanlığın Yahudilərlə Azərbaycan Türkləri bir yerdə idarə ediblər.